Salam, hər vaxtınız xeyir olsun yoldaşlar. Kanalıma xoş gəlmisiniz. Mən bu kanalda nə edəcəm? Sizə qısa bir açıqlama verim. AutoCAD proqramını ən sadə usulla öyrənməyə şərait yaradacağam sizə. Burada həm yeni başlayanlar, həm də biliklərini inkişaf elətdirmək istəyənlər gəlib kanala abunə olub baxa bilər. AutoCAD-dan əlavə topografik plan almaları, AutoCAD proqramında işlənməsini və topografik plan almalarını çöl ərazidə Total Station, GPS, niveler vasitələrindən işlərin görülməsi proseslərini sizə tək-tək A-dan Z-yə öyrətməyə çalışacağam. İlk öncə biz AutoCAD-ı öyrənməliyik. Necə ki, AutoCAD-da olan komandaları öyrənib, o da ki, təxmini olaraq 7-8 dərs edəcəm bunu, yəni 7-8 video. Bunları öyrənəcəyik. Qısa da ola bilər. Yəni, əgər dəqiqəni uzun saxlasam, dərsin, videonun sayı da qısa olacaq. Ondan sonra topografik, yəni çöl ərazidə Total Station-dan, GPS-dən, nivellə çöl ərazidə olan prosesləri sizə göstərəcəm. Daha sonra həmən AutoCAD və topografik prosesi birləşdirib topografik işləri AutoCAD proqramında görülməsini sizə təşkil edəcəm. Bunları bir-bir öyrədəcəm sizə. Niyə belə bir şey eləyirəm? Çünki yəni özümdə bu çətinliklərdən keçmişəm. Mən universitetdən elə bir ki, məzun oldum, magistrdan da məzun oldum. Düzdür, işləyirdim bu ixtisas üzrə, necə işləyirdim? İşə də qəbul oldum, heç nə bilmirəm. Nəsə bir praktikam da yoxdur, zəifdir praktikam. Onun üçün də bəzi YouTube-da videolara baxıb öyrənməyə çalışdım. Bəziləri də mənə kömək elədi işdə, çox sağ olsunlar. Hal-hazırda yəni bu prosesləri yaxşı şəkildə bilirəm. Sadəcə bir şey gördüm ki, YouTube-da mən baxanda Azərbaycanda bu barədə video kontentlər yoxdur. Demək ki, sıfırdır. Türklərdə var, o da ki, çox az şəkildədir, o da çox sadə şeylər göstərir. Amma xaricilərdə, yəni ingilislər olsun, Amerika, nə bilim, Rusiyada kifayət qədər aydın şəkildə baş salan videolar var. O da ki, yəni dil məsələsinə görə əl vermir, bəzilərinə əl vermir ki, baxsın, öyrənsin. Onu da istədim ki, öz ölkəmizdə bunu yaradaq. Yəni ilk öncə AutoCAD-ımıza daxil olaq. AutoCAD-a daxil olduqda belə bir pəncərə açılır. Bu pəncərədə recent yeri, yəni ki, keçmişdə girdiyimiz layihələrin qısa yollarıdır. Mən məsələn buna bassam, bunun üstünə bassam, tezdən girəcəm bu layihəyə. Open nə deməkdir? Burada yaratdığım faylın içində olan DVG fayllarını qısaca open edərək açmaqdır. Mən sadəcə ilk öncə sizə baş salacağam deyə new pəncərəsini açırıq və açılıqda belə bir pəncərə qarşımıza çıxır. Belə bir pəncərə qarşımıza çıxır. Və burada draw, modify, annotation, layers, block, properties, groups, utilities, clipboard, view home səhifəsində, yəni home pəncərəsində görə bilərsiniz. İlk öncə sizə drawda, yəni line, polyline, circle-ı öyrədəcəm. Çünki bizim işimizə ən çox bunlar yarayır. Yəni mən AutoCAD-ı öyrədirəm sizə. Sadəcə ən çox topografiyada nələr lazımsa onları öyrədəcəm. Qısa bir şəkildə bunları öyrənək, ondan sonra digər məsələləri yaxşı belə inkişaf etdirək. Həm özüm inkişaf eləyəcəm, öyrədə, həm də siz öyrənəcəksiniz, biləcəksiniz. İlk öncə gəlin line. Line nə deməkdir? Üstünə basıb saxlayanda, yəni basmadan, yəni qoyanda görür. Bir neçə xəttin birləşməsi, yəni düz xət çəkməkdir line. Line düz xət çəkmək. Gəldim, line-ı mən buradan da mouse'un sol klikindən düyməliyib də seçə bilərəm. Gəlib pəncərədə L Enter-də basa bilərəm, Space-də basa bilərəm. Yəni AutoCAD-ı bilməyənlər üçün bunu deyim. Mən Enter-i bastım, seçdim.
Sol düymə basaraq, necə deyim, həmən bu yerdən məsəl üçün buradan çəkmək istəyirəm. Bastım mouse'un sol düyməsini və görürəm ki, ikinci, yəni A nöqtəsini seçdim, B nöqtəsini istəyir məndən. Gəlin B nöqtəsini də buradan seçdim. Ondan sonra komandadan çıxmır. Mənə deyir ki, C nöqtəsini də seç. Amma mən seçmək istəmirəm. Bunun üçün nə edə bilərəm? Həm Enter-i basa bilərəm, həm Space-i. Yəni Lorelli də desə, klaviaturda ən uzun düyməni. Həm də Escape. Mən bastım Space. Aha, çıxdı komandadan. Ondan sonra komandadan çıxdı. Komandadan çıxdı. Həmən komanda başqa komanda əlavə etməmişiksə, mən təzədən Enter-də bassam və yaxud da Space-də bassam, gəlib line-i seçəcək. Bax, məsəl üçün A nöqtəsini seçdim, B nöqtəsini də seçdim. Yəni Escape basıram, indi çıxır. Təzədən Space basıram, A nöqtəsini seçirəm, B nöqtəsini seçirəm, yəni C nöqtəsini də seçirəm, D nöqtəsini də seçirəm. Space-i bastım, çıxdım. Bax, görürsünüz? Yəqin ki, aydın oldu bu proses. Aha, burada indi elədim, bunu da sizə öyrədim. Kursoru bura eləyəndə, sola çəkəndə yaşıl, sağa çəkəndə yuxarı aşağı fərqi yoxdur. Sağ tərəfə göy, sola çəkəndə yaşıl olur. Bu nə deməkdir? Yaşıl, bax çəkdim. Görün ucundadır, görürsünüz? Gəldi, bu xətti seçdi. Amma göyə baxın, gəldim. Göyə bax, bu qədədir. Elədim, seçilmir. Niyə? Göydə, yəni sağ tərəf çəkəndə bütün xətt bu hədsin içində olmalıdır ki, seçilsin. Amma yaşılda buna ehtiyac yoxdur. Bu əsasən silinmə proseslərində və yaxud da blok proseslərində istifadə olunur. Onları da hamısını bir-bir göstərəcəm. İndi line-a baxırıq, seçirik, görürük ki, aha, burası buradan birləşib, buradan qırıqdır. Yəni, necə qırıqdır? Bu xəttlə əlaqəli deyil. Sadəcə bu hissəsi gəlib burada bir-birlərinə yapışıb. Belə bir aydınlatma ilə özümüzü izah eləyək. Polline. İndi line ilə polline arasında fərqi sizə göstərəcəm. Polline-dakı, yəni line-dan eyni prosesdir. Və burada sadəcə 1, 2, 3 yəni birləşdir. Bu da xətt çəkməkdir. Göstərim. Polline gəlib buradan da seçə bilərəm. P, L, yəni P-lı line. Line. Enter, space fərqi yoxdur. Mən enter elədim. Gəldim. Buradan belə, buradan da A nöqtəsindən B nöqtəsini seçdim. B-dən C-yə gedirəm. C-dən D-yə, D-dən Y-yə. Dedim, yol qutardı. Enter-də basa bilərəm, Space-də basarım, Escape-də basa bilərəm. Mən Escape-də bastım. İndi baxın, diqqət yetirin bura. Əsas məsələ baxın buradadır. Baxın. Polline-ın burasını seçdim. Gəlin göynə seçmişsiniz. Göynə seçim. Polline-ın burasını seçdim. Aha, hamısı seçilib. Line-da seçdim. Görürsünüz, seçilməyib. Nə deməkdir bu? Polline istənilən uzunluqda çəkim hamısı bir-birinə birləşəcək. Line-da isə birləşməyəcək. İndi belə bir komanda var. Mən bu polline-ı partlada da bilərəm. Line-ı birləşdirə də bilərəm. Bu komandanın hamısını sizə öyrədəcəm. Ondan sonra circle. Bu dairənin çəkilməsidir, circle. Yəni circle. C bastıq, C enter və ya da space. Enter dairə çəkir. İndi necəsiz ki, bunu çəkdi elədik. Mən nə bilim bu ölçüsü necə çəkim. Mənə deyirlər ki, 3 metrlik çək, 4 metrlik çək. Nə bilim radiusu 5 olsun, 10 olsun. Yəni bunları da sizə öyrədim. Line-ı seçdik. A nöqtəsini seçdim. Mənə deyirlər ki, 1.5 kilometrlik. Gələ kilometr eləməyək. 1.5 metrlik yol çək. 1.5 bastım. Nöqtəni çəkmişəm. Nöqtə deyirəm, xətti çəkdim. İndi təzədən enter bastım, çıxdım komandadan. 1.5 metrlik çəkdim. Yəni polline deyirlər. Polline-da əsasən mən istifadə eləmirəm. Çünki polline-da başqa şeylər. Polline-da məsələn mən belə eləyə bilərəm ki 5 6 7 8 bu qədər. Yəni belə 5 6 7 8 line-da həmçinin bu formatda eləmək olar. 2 3 4 gəlib
bura birləşdirirəm, olur. Trapesiya. Circle-da mənə deyirlər ki, radiusu 7.5 olsun. Gəldim, circle-ı seçdim, enter. Nöqtəni seçdim, başlanğıc yeri. Yəni buradan olsun. Gələm, istəyirəm belə eləyəm, istəyirəm belə eləyəm. Gələm belə eləyəm, baxın. Görürsünüz, göy yazılıb 22.3997. Yəni 22.40. Radiusu budur. Mənə deyirlər ki, 7.5 elə. 7.5. Hop, radiusu 7.5 oldu. Radius, görürsünüz burada radius. Bu nədir? Bu panel nədir? Buradan çıxaq. Bu panel bu məlumatlandırmadır. Gəldim, bunu seçdim. Mouse'un sol klikindən gəldim, bunu seçdim. Sağ düyməni bastım. Properties. Aşağı gələm, baxın. Properties yazılıb. Gəldim, seçdim. Həm x, y dəyərlərini, hündürlük dəyərlərini, z dəyərlərini, radiusunu, diametrini, hər bir şeyini göstərir. Daha sonra spline var. Bu spline nədir? Close, enter. Start. Spline üçün bu kupaj çıxartmaq üçün istifadə olunur. Necə istifadə olunur? Mən bu spline-dan bəlkə də izləyənlər arasında olacaq bu məlumatlar haqqında. Syomka alınır, ərazinin nöqtələr alınır və o nöqtələri 3D formatında birləşdirmək üçün kupajın çıxarılması üçün spline komandasından, yəni polline bir növüdür o da. Ondan istifadə edilir. Bugünlük yəni line, polline, circle öyrəndik. Gələn dərsdən sizə modify bölməsində trim, rotate, fillet, extend, rotate, mirror, file, scale, copy məsələsi, move məsələsini bunları öyrədəcək. Array elə də lazım deyil. Topografiyada bizə stretch də lazım deyil. Mirror daha da heç lazım deyil, amma yenə də öyrənmək olar. Öyrədərik. Yəni əsas bizə topografiyada baxın bunlar lazımdır. Line, polyline, circle. Yəni bir spline, ondan sonra circle hissəsinin aşağı hissəsində pointlərdən məsələn nöqtə verilir. Belə bir şey deyim də sizə. Bu dairədə baxın 1, 2, 3. Bu yoxdur. Bunu çıxartmaq üçün biz 3 nöqtəni istifadə edirik, bunu çıxardırıq. Bunu təyin edirik. Ondan sonra move, sürüşdürmə, rotate, döndürmə, trim, kəsmə, extend, birləşdirmə, filetdən də demək olar ki, istifadə etmirik, copydən istifadə edirik. Doğrusu annotation burada ölçüləndirmə bilgilərinin məlumatlandırmasıdır. Necə ölçəcəyik, məsələn, mənə deyiblər ki, 2 metrlik bir şey çəkmək, 2 metr çəkmişəm, o yoxlamaq istəyir ki, bu görəsən 2 metrdə yoxsa yox, onu da gələn dərsimizdə öyrədəcəm. Bugünlük bu qədər dostlar. Gələn dərsimizdə izləməyi, ya daha doğrusu kanala abunə olmağı unutmayın. Hər şey yaxşı olacaq. Sağ olun, salamat qalın.